Axşamınız xeyir olsun inşallah, dəyərli müəllimlər. Axşamınız xeyir. Bu günləri sonuncu günümüzdür, özü də həyəcanlı günümüzdür. Necə hiss edirik özümüzü, hər şey qaydasındadır. Hazır hiss edirik özümüzü imtihana inşallah. Şükür Allaha. Yaxşı deyək ki, müəllimə yaxşı olsun Bu inşallah. ağlamaq ismalipi nədir belə? Müəllimə sertifikat sevirənlərin hamısının canı qurtarır, əsası biz qalır. Hələ onu denə, fikirləşirəm ki, bitib, amma heç belə miq yadıma düşmür. Miq də var imiş. Hələ heç onun bəlli deyil də, vaxtı da bəlli deyil heç. Onun da vaxtı bir həftə qalmış bəlli olur. Yəni imtahana bir həftə qalmış açıqlayırlar vaxtı. İnşallah. Deməli, sorğu keçirmişdim. Deməli 6 və 9, bir də ümumi sual cavab istəyirlər hamı. Deməli hamı ümumi sual cavab olacaq. Sırf bir dənə sinifə köklənməyəcək. Yenə də fərqli siniflərdən sual verəcəm. Birinci sizdən soruşmaq istəyirəm ki, hansı qab rəngkarlığında ilk dəfə ağ rəngdən qadın təsvirlərində bədən rəngini vurğulamaq üçün istifadə olunurdu? Hələ. Günel Quliyeva müəllimə, buyurun. Günel Quliyeva müəllimə dedim. Qara fiqurlu. Salam müəllimə, qara fiqurlu olar. Bəli, qara fiqurludur. Bəs müəllimə hansı qab rəngkarlığında ornamentlər zolaqlar şəklində yerləşir, meandr, çevrə, çarpaz xətlərdən ibarət olurdu? Həndəsidə. Bəli. Təşəkkürlər müəllimə, çox sağ olun. Ümumi sual verirəm ki, ümumiyyətlə maye və dənəvər məhsullar saxlamaq üçün istifadə olunur. Hansı qab hansı idi? Pərvanə müəllimə, buyurun. Axşamınız xeyir olsun, amfora. Bəli, axşamınız xeyir olsun. Deməli, müəllimə, bəs bədii metal emalının ən qədim ilkin nümunələrinə harda rast gəlinib? Mesopotamiyada müəllimə. Əla, təşəkkürlər. Çox sağ olun. Ümumi yenə sual verirəm ki, zirehli geyim və döyüş əşyaları necə adlanır? Ümumiyyətlə, zirehli geyim və döyüş əşyaları necə adlanır? Taciyə müəllimə, buyurun. Axşamınız xeyir olsun müəllimə. Yaraq əsləhə. Necə? Yaraq əsləhə. Aha, bəli. Bəs Roma sinə və çiyinləri müdafiə üçün zirehli üzərinə hansı təsvirlər vurulurdu və bu hansı üsulla vurulurdu? Hansı üsulla və hansı təsvirlər? Bitmə idi, bitmirəmsə. Bəli, zərbə. Elə onları bir də ki, qrifon idi. Aha. Sonra nə var idi? Qrifon. Meduza və qrifon. Meduza və qrifon. Bəli. Təşəkkürlər müəllimə, çox sağ olun. Ümumi sual verirəm ki, dünyanın ən məşhur zərgərləri idi onlar. Onlar yaratdıqları məlumatları 3 rəngin uyğunluğu tətbiq edirdilər. Və bu rənglər hansılar idi? Kimlər idi və bunlar? Bu rənglər hansılar idi? Rəngləri nəydən alırdılar? Onları deyin. Afaq müəllimə, buyurun. Axşamınız xeyir müəllimə, nə dediniz? Bəli, Afaq müəllimə, buyurun. Qədim şumerlər idi, 3 rəng idi, göy, qırmızı, sarı rəngdən alırdılar. Sarını qızıl rəngdən, qırmızı əyiqdən, bir də ki, bilmirəmsə, yaşam idi. Göy rəngi nədən alırdılar? Bir qırmızı əyiq idi, sarı rəng isə qızıl rəng idi. Göyü nədən alırdılar? Göy isə tam yadımda qalmayıb bu. Bilirdim, yadımda qalmayıb. Lacivərd daşından alırdılar. Bəli. Təşəkkürlər müəllimə, çox sağ olun. Ümumi sual verirəm ki, hansı zərgərlər ən çox qiymətli yaxud yarım qiymətli təbii daşlardan, malachit, lacivərd, yeşəm, əqiq və firuzədən istifadə edirdilər? Hansı zərgərlər idi bunlar? Lamiyə müəllimə, buyurun. Axşamınız xeyir, bu Misir sənətkarları idi. Bəli. Bəs müəllimə, Yunan sənətkarları hansı daşlardan istifadə edirdilər? Bundan yaqut mirvari olmalıydı. Sonra yaqut, mirvari, zümrüd, ametist. Zümrüd. Yəni baxın, onları parçalayıb da verə bilərlər. Ayrı-ayrılıqda mən sizə deyim. Məsəl üçün 4 dənə daşdır, deyək ki, Yunanlar istifadə edib, onları verirlər. Bir dənə variantın fərqli qoyurlar. Deyirlər Misirə aid olanı seç və yaxud da ki, Yunana aid olmayanı seç. Diqqətli olun, ayrı-ayrılıqda öyrənin onları.
Aha, təşəkkürlər, çox sağ olun. Sağ olun. Ümumi sual verirəm ki, Misir sənətkarları bəzəklər üzərində rəmzi məna daşıyan naxışlar, rəngahənginə xüsusi diqqət yetirirdilər. Qədim Misirdə bu simvolik mənası nə idi? Hansı ki, zərgərlikdə istifadə olunan bu 3 dənə hansı rənglər idi və hansı mənaya gəlirdi? Bunları deyin, zəhmət olmasa. Ayda müəllimə, buyurun. Axşamınız xeyir olsun müəllimə. Onlar qiymətli daşlardan malakitdən, lacivert daşından, yeşəmdən, əqiqdən istifadə edirdilər. Misirliləri deyirəm ki, onlar hansı rəmzi məna daşıyan rəngahəngdən xüsusi diqqət yetirirdilər. Rənglər xüsusi məna daşıyırdı ya zərgərlikdə. Onlardan elə bir ki, 3 rəng var idi. Qara, yaşıl, qırmızı idi. Aha, mənalar nə idi? Yaşıl. Yaşılın mənası papiroz rəngi idi. Gəncliklə yadımda saxlamışdım. Əbədi gənclik. Sonra qırmızı səhra rəngi idi, sonsuzluq idi. Qara həyat simvolu idi, bir də torpaq rəngi idi. Torpaq rəngi həyat simvolu. Bəli, Allah, təşəkkürlər müəllimə, çox sağ olun. Ümumi sual verirəm ki, qədim Yunan mədəniyyətinin ilkin inkişaf mərhələsində hansı dövlətin mədəniyyətinin təsiri altında idi? Fatimə müəllimə cavab versin inşallah. Fatimə müəllimə. Axşamınız xeyir müəllim. Axşamınız xeyir. Misir dövlətinin. Bəli, Misir dövlətinin təsiri altında idi. Müəllimə, bəs ümumiyyətlə zərgərlikdə naxışlanan texniki emal üsulları hansılar idi? Qaraçoba, basma, minaçlıq, inkrustasiya, bir də zərb etmə. Bəli, təşəkkürlər müəllimə. Ümumi sual verirəm ki, Azərbaycan minaçılıq sənətində ən çox hansı rənglər işlədilirdi? Minaçılığında hansı rənglər işlədilirdi? Deməli, Leyla Hüseyn müəllimə, buyurun. Leyla Hüseyn müəllimə, buyurun. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Deməli, minaçılıqda istifadə olunurdu açıq çəhrayı, firuzəyi, yaşıl, gül rənglərdən. Aha, bəli. Bəs müəllimə, inkrustasiya nədir? Deməli, oyuq, detalların, həyəcanlıyım, detalların bir-birlərini birləşdirilməsi, ortasında nəsə bir oyuq olur. O oyuğun üzərinə qiymətli daşın yapışdırılmasıdır. Bəli, əsas o ki, başa düşürük də nədir? Üzüyünün qaşı, məsələn, inkrustasiya texnikasına yerləşdirir. Bəli, təşəkkürlər müəllimə, çox sağ olun. Ümumi sual verirəm ki, metal təbəqə üzərinə relyefin naxışın həkk edilməsi hansı üsula aiddir? Zərgərlikdə hansı üsula aiddir? Aybəniz müəllimə, buyurun. Səs açın. Axşamınız xeyir müəllimə. Minaçılıqdır. Metal təbəqə üzərinə relyefin naxışın həkk edilməsi. Hə, basma. Bəli, basmadır. Aha. Ümumi sual verirəm ki, qızılı və gümüş tellərlə zərgərlik əşyası hazırlanır və üzəri bəzənilir. Zəkiyə müəllimə, buyurun. Axşamınız xeyir. Hörmə, şəbəkə. Bəli, bəs müəllimə, dünyanın ilk muzeylərindən biri hansıdır? İskəndəriyyə kitabxanası. Bəli. Təşəkkürlər müəllimə. Ümumi sual verirəm ki, deyir, bəs mən özümü yalnız iskənə əlimdə olduqda yaxşı hiss edirəm deyən rəssam kimi idi. Leyla Əhədova müəllimə, buyurun. Leyla Əhədova müəllimə. Müəllimə, üzrlə siz bir dənə də təkrar elədi. O müəllimə, onda cavab verməsə, Karavatçı idi müəllimə. İskənə. Yox, Mikailoncadır müəllimə, heykəltaraş deyirsiniz, başa düşdüm. Bəli. Bəs müəllimə, Sağlara görə müəllimə qayasız. Bəli, Afina buyurun. məktəbinin müəllifi kim idi? Afina məktəbi. Əsəri. Rafael Santi müəllimə. Rəngkarlığın hansı növünə aiddir? Rafael Santi müəllimə, rəngkarlığın monumental müəllimə. Bəli, monumental rəngkarlığın freska. Və eyni zamanda fantastik məxluqlar kimin əsəridir? Müəllimə, o Karavatçı'nın. Fantastik məxluqlar. Rembrandt. Müəllimə, başa düşdüm. Leonardo da Vinci çaşdım ay Allah. Onları mən elə qəşəng bildirəm, sadəcə bunların hayküyünə bir də. Yaxşı, beyninizi dincəldin. Belə yavaş, rahat olun. Biraz elə bir gərgindir. Hər kəs gərgindir, 3 bilirəm. saatlıq dərslərdir.
Bəli, müəllimə, çatdıq dəstəkdir. İnansız elə oradan çıxmışam. Yəni özümə dedim ki, nə əcəb bilmədim. Bəli, müəllimə. Üzrlü sayəsiz. Aha, oldu. Təşəkkürlər müəllimə. Çox sağ olun. Ümumi sual verirəm. Əyri zolaq və xətlər şəklində ornament, bəzək, naxış. Əyri zolaq və xətlər şəklində ornament, bəzək, naxış hansıdır? Şəlalə müəllimə Quliyeva. Bilirsinizsə buyurun. Necə? Sual əyri zolaq dedilər. Bəli, əyri zolaq və xətlər şəklində ornament, bəzək. Neyandır? Aha. Bəs zolaq daxilində mərhələlərlə təkrarlanan ornamentin bir növü? Haşiyə. Əla. Bəs İslimin naxışı necə idi ay müəllimə? Mənim islimi sadə idi, bir iki qanatlı olurdu. Qarpağa bənzər, bir iki qanadlı. Təşəkkürlər müəllimə. Burada deyiriniz problem, məndədir problem. Müəllimə sizdədir problem. Gültəkin müəllimə çıxın, yenidən girin səs eşitmək üçün. Bizdə problem yoxdur. Deməli, ümumi sual verirəm. Qədim Yunan əsatirlərində insan başlı ata nə deyirlər? İnsan başlı at. Vüsalə Mehdiyeva müəllimə, buyurun. Axşamınız xeyir, kentavr. Bəli, bəs qrifon nə idi? Qrifon qartal başlı. Və? Qartal başlı. Elə onu yadımda saxlayıram, elə qartal başlı onunla da tapıram. Qartal başlı ilə yadınızda saxlasaz birdən nə Aslan bədənli? bədənlidir, nə idi, belə bir şeydir. Bəli, bəzən yazırlar ki, qartal başlı insan bədənli. Bunu götürəcəksiniz. İnsan yox, aslan bədənli olan. Yəni bir dənə sözlə yox, bədəni də yaddısa aslan bədənli. Və yaxud da ki o vağ-vağı. Vağ-vağı necə idi? Kim deyəcək vağ-vağının xüsusiyyətini? Mən deyim, müəllimə. Ümumi deyirəm. Asima müəllimə, buyurun. Axşamınız xeyir müəllimə. Axşamınız. Deməli, budaqların uclarında heyvanlar, insan və heyvan təsvirləri. İnsan və heyvan təsvirlərinə bənzərlə fantezi məxluqlar. Fantastik təsvirlər, bəli. Təşəkkürlər Başında müəllimə. 2 dənə quş oxşayan bir şey var idi. Misirdəki sütunlar necə idi? Hansılar idi Misirdəki sütunlar, Asima müəllimə? Müəllimə palmaya bənzər, papirüsə bənzər, lotusa bənzər, bir də konusvari, o bir şeydən çıxdı. 4 dənə idi. Konusvari? Nov şəkilli, bəli. Yox, ya nov şəkilli palmaya bənzər, papirüsə bənzər, nov şəkilli, lotusa bənzər. Bəli. 4 dənə. Bəli, təşəkkürlər O bir müəllimə. dənə Çox sağ olun. Ümumi sual verirəm. Yunanistanda olan sütunlar hansılar idi? Onun xüsusiyyətləri nə idi? Bax, həmişə miqə düşən suallardan biridir ya bu kapitellər. Deməli, Leyla Abdullayeva müəllimə, buyurun. Müəllimə. Axşamınız. Mən Yunanlıda olan sütunlar Dorik, İonik, Korinif. Sayın müəllimə xüsusiyyətlərini. Bəli. Deməli, Dorik sütunu aşağıdan yuxarıya daralırdı konus formasında. Bazası olmurdu, kapiteldə sadə idi. Sonra İonik sütunu Parfenon məbədi. İonik sütunu silindir formasında olurdu, novçaları var idi. Başında kapiteldə spiralvari formadaydı. Dorik sütununda hər tərəfdən eyni gölçə formasındaydı. Novçalar da dərin idi. Əla. Təşəkkürlər müəllimə, çox sağ olun. Bir dənə soruşsam olar. Müəllimə deyəsən İonik sütuna Parfenon məbədi dedi, yoxsa mən səhv eşitdim? Yox, Dorikin axırında dedim ona görə. Aydındır, çox sağ olun. Aha, həm İonik, həm Dorik, həm də ki Korinif sütunlarla bəzədilən məbəd hansıdır? Mətanət müəllimə, buyurun. Axşamınız xeyir, müəllimə. Kollej. Əla, axşamınız xeyir, bəli. Ümumi sual verirəm. Rəng şkalası nədir? Tərlan müəllimə, buyurun. Axşamınız xeyir müəllimə. Rəng şkalası əvvəli və sonu elə bil ki, əsas rənglərlə, ortada da onlardan əmələ gələn rənglərlə olan şkala. Deməli, başlanğıc və son rənglərdən ibarətdir. Spektr uyğun rənglər isə onların arasında yerləşir. Arasında yerləşir. Bəli, bəli. Təşəkkürlər müəllimə. Deməli, ümumi sual verirəm ki, təsvir sənətdə portret janr təsvir xarakterinə görə neçə yerə bölünür? Bunlar hansılardır və xüsusiyyətləri nə idi? Deməli, kimlər biləcək bunu? Rəna müəllimə, buyurun. Portret janrı 2 yerə bölünür.
Heyecandan sürmüş. Aha. Heç bir həyəcana əsas yoxdur müəllimə, buradayıq hamımız. Buyurun. Gözüm qabağındadır Özde Zeynəb Tağıyevin təsviri. Aha. Təntənəli, Aha. kameral. Təntənəlidə cəmiyyətə tutduğu mövqeyi bildirir. Kameralda daxili xarakteri göstərilir. Bəli, bəli. Onun psixoloji durumu göstərilir. Əla. Amma təntənəlidə cəmiyyətdəki vəzifəsi, yeri bilinir. Əla, təşəkkürlər müəllimə, çox sağ olun. Ümumi sual verirəm ki, Rafaelin hansı əsəri Papa 2. Yulini sifarişi ilə yaradılmışdı? Hansı əsər idi bu? Səfayət müəllimə, buyurun. Axşamınız xeyir olsun müəllimə. Rafael Santiago Madonnası məncə oydu. Bəli, Papa 2. Yulini sifarişi ilə yaradılmışdır. Onun mihrabı üçün yaradılmışdır da. Əla, bəli. Ümumi sual verirəm ki, dairəvi fonda göy örpəkli gənc qadın ana təsvir olunmuşdu. Ananın yana əyilmiş başı çiyinlərini örtmüş örpəyi və körpənin başı sanki bütün dairəvi xəttlərin ideal ritmini yaratmış və dəyirmi çərçivə daxilində öz təbii həllini tapmışdır. Bu onun hansı əsərin təhlilinə aiddir bu sözlər? Kimin əsəridir və hansı əsəridir? Ümumi sual verirəm. Türkan Xudatova müəllimə, buyurun. Axşamınız xeyir müəllimə. Bu Kaysabili Madonna. Bəli, axşamınız xeyir. Bəli, təşəkkürlər, çox sağ olun müəllimə. Deməli, ümumi sual verirəm ki, hansı dövrlərdə divar rəngkarlığında hökmdarlara, döyüşçülərə məxsus əşyaların müxtəlif qab-qacaq musiqi alətlərinin təsirini görmək olar? Burada Ramidə müəllimə buyursun. Bəli müəllimə. Deməli burada Misir və Mesopotamiyadır. Bəs Romada nə idi müəllimə? Romada hansı? Romada isə deməli balıq, ondan sonra ziyafət süfrəsi olur. Quş meyvə olur. Bəli. Quş. Təşəkkürlər. Ümumi sual verirəm ki, boz gümüşü tonların vəhdəti, zəngin reflekslər və işıq gölgə keçidlərin ahəngdarlığı bu rəssamın rəngkarlığına xas olan cəhəti idi. Bu hansı rəssama aiddir? Bəli, müəllimə, Aytaz müəllimə. Deməli, Çiçək müəllimə, buyurun. Bu Jean-Baptiste Lully idi. Bəli. Müəllimə, bəs fransızca niyyət məqsəd deməkdir. Rəssamın marağına səbəb olan obyekt nə idi? Niyyət məqsəd. Niyyət məqsəd yadıma salınmadı. Hökmə müəllimə, buyursun zəhmət Bəlkə olun. də Bu motivdir. Bəli. Motiv. Motivdir. Müəllimə, bəs hansı sənətkarlığın əsası saxsı qabların üzərində rənglərlə bəzədilməsilə qoyulmuşdu? Yunan qab rəngkarlığında. Müəllimə, hansı sənətkarlardır bu saxsı qabların üzərində rənglərlə bəzədilməsilə qoyulmuşdu? Şumerlər deyərik. Şumerlər idi, bəli. Ümumi sual verirəm ki, İnananın qabında necə idi üzərindəki o təsvirlər? Necə oxunurdu? Nədən ibarət idi? Aygün Məmmədova müəllimə, buyurun. Müəllimə, deməli İnananın qabında aşağıdan yuxarıya doğru oxunurdu. 3 sıradan ibarət idi. Bəli, bəli. Bəs pedroqliflər nədir müəllimə? Qayaüstü rəsmlər, yazılar. Bəli, bəli, qayaüstü yazılar idi. Təşəkkürlər müəllimə, çox sağ olun. Ümumi sual verirəm ki, intibah dövründə, intibah memarlıq üslubunda günbəz necə, hansı formada verilirdi? Günbəz hansı formada idi? Bizə cavab versin, görək kim. Müəllimlərə söz vermişəm hamısına. Lamiyə müəllimə, buyurun. İntibah dövründə yarım dairəvi formadaydı. Yarım kürə formasında. Silindiri yarım kürə formasındaydı üstü. Silindir formasında hansı idi? Elə silindrik idi, bir üstü də yarım dairəvi idi də. Yoxsa
Silindiri necə yadda saxlamışdıq? Günbəz yarımkürə şəklində verilmişdi. Tağlar qövs var idi. Yox. Hansında idi? Bizansdaydı. Bizansda sindirik idi. Çaşdım. Bəli. Deməli, yırğalanan kürsü kimin əsəridir? Müəllimə, Amiyə müəllimə. Penromun. Bəli, təşəkkürlər müəllimə. Çox sağ olun. Sağ olun. Bəs ümumi sual verirəm ki, yüksələn dalğa kimin əsəridir? Aytac müəllimə. Qab. Qab. Yüksələn dalğa? O deyil, odur. Qırmızı daş, yüksələn dalğa. Düzdür də, hə? Dəqiq olsun, hamı çünki mən bilmirəm, yadımdan çıxıb mənim. Yadıma salmaq istəyirəm. Düzdür müəllimə, düzdür, qab. Əla, təşəkkürlər. Ümumi sual verirəm ki, Cəhrə kimin əsəridir? Səkiyə müəllimə, buyurun. Səhv eləmirəmsə Henry Moore. Bəli, fiqurların rəngi bəs? O polk ilə olmalıdır. Mən biraz əsərlərdə yaxşı deyiləm. Aha, fiqurların rəngi polkul. Bəs fiqur? Fiqur. Fiqur Alberto yoyudu. Bəli, Alberto Giacometti, bəli, fiqur. Bəs uzanmış fiqur? Qaşıq qadın, fiqur eyni yerdədir. Sonra uzanmış fiqur. O Henry Moore'dur, o yaxşı. Bəli, deməli fiqurların rəngi oldu polkuli, fiqur Alberto, uzanmış fiqur Henry Moore. Aha. Əla. Yaxşı, gələk şeyə. O qədər oxumuşuq ki, müəllimə, kitabın səhifəsi gözümün qabağına gəlir, elə bildim fiqur Alberto Giacometti'nidir. 3 musiqiçi kimin əsəridir? 3 musiqiçi. Ümumi sual verirəm bunu, ümumi sual verim. 3 musiqiçi. Ayda müəllimə, buyurun. Müəllimə Andre Matisse. 3 musiqiçi, müəllimə. 3 musiqiçi. Yox, o bilmədim onu. Aytə müəllimə, buyurun. 3 musiqiçi kimin əsəridir? Aytə müəllimə, Məmmədova. Axşamınız xeyir olsun. Pablo Picasso. Bəli. Bəs musiqi? Həmişə onu Fatimə müəllimə deyir. Musiqi Andre Matisse, rəqs və musiqi Andre Matisse. Aha. Bəs yaxşı, musiqiçilər? Ay Allah bilirdim, yadımdan çıxıb. Ay. Yaxşı, bəs turlik də musiqi. Musiqiləri yığdıq bura, musiqiçilər zadı. Beynimdən getdi müəllimə. Musiqi silinib beynimdən. Bir dənə musiqiçilər səhv eləmirəmsə Caravaggio olmalı. Caravaggio deyildi. Mən belə yadımda qalıb. Caravaggio idi musiqiçilər. Turlik də musiqi kimin idi? Leyla Hüseyin. Leyla Hüseyin. Buyurun, Leyla Hüseyin. Ben müəllimi bir də deyin zəhmət olmasa. Turlikdə musiqi əsərinin müəllifi müəllimə. Türldə Eduard Manet. Bəli, Eduard Manet olmalıdır, bəli. Yaxşı, sizə belə bir şey deyim. Baxın, Qırmızı jiletli oğlan əsərinin müəllifi kim idi? Deyəcəm, Paul Cézanne. Bəli, bəs qırmızı geyimli kiçik Arzu? Vasili Kandinsky. Əla. Bəs qırmızı yaylıqlı qız? Bəhruz Kəngərli. Əla. Qırmızı otaq? Andre Matisse-dir. Əla, bəli, Andre Matisse-dir. Bəs qırmızı daş? Nə müəllimə? Qırmızı daş? Qırmızı daş. Bu da şey olacaq, Henry Moore. Qırmızı daş, müəllimə. Qırmızı daş. Qırmızı daş qabo. Bəli, qabodur qırmızı daş. Bəs qırmızı sıralarda harmoniya? Qırmızı sıralarda harmoniya şey olmalıdır. Bu ya Paul Gauguin'dir ya da ki o birisi. Paul Klee. Yox, Paul Klee deyil. Anne Matisse, bəli, Anne Matisse-dir. Yaxşı, bəs qırmızı biberlə natirmot? Qırmızı biberlə natirmot Tahir Salahov. Bəs şəhərin qırmızı və yaşıl sıralarda təsviri? Paul Klee. Əla, təşəkkürlər müəllimə. Daha qırmızılardan işə qalmadı. Mən sabah qırmızı bal yığacam inşallah. İnşallah, əla. Yəni bunları yadda saxlamaq ayrı-ayrıdır. Oxşar əsərlər mən həmişə yığıram bir yerə. Və bu, yəni həqiqətən fantastik bir yaddaşdır, maşallah deyim. Hə. Təşəkkürlər müəllimə. Ümumi sual verirəm. Bəli, əlaçı. Əlaçı verilişindədir belə, əla.
Deməli, yox paylaşmayacağam da bunu, deyil, sabah belə tip suallar olacaq. Deməli, sonra hardan verək, necə verək sualları? Portretlər, məsəl üçün. Dora Marın portreti kimin əsəri idi? Dora Marın portreti. Günel Quliyeva müəllimə. Picasso'nun. Bəli, bəs Friedrich Chopin'in portreti. Chopin'in portreti Delacroix. Victor Chopin'in portreti bəs. Victor Chopin'in bilmirəm, düz deyirəm. Paul Cézanne. Bəli, Paul Cézanne idi. Sonra Maria Tereza'nın portreti. Picasso. Aha, bəli. Qızımın portreti, bəs qızımın portreti. Sakit Məmmədov. Əla. Yaxşı, sonra başqa nə var idi? Yaşlı qadın portreti, yaşlı qadın portreti. Bəli, yaşlı qadın portreti. Kimin əsəri idi? Yadımdan çıxmış. Yaşlı qadın portreti. Yaşlı qadın portreti. Fazil Necəfov. Yox, Rembrandt. Ay, sağ ol, bəli, Rembrandt idi. Yaşlı qadın portreti. Sonra portretlər çox idi, yadımda. Duaydan qadın. Sən Duaydan qadın idi deyirsən. Hə, Fazil Necəfovda o qarışdırdı. Kresloda Olqanın portreti, Olqanın Kresloda portreti. Picasso'nun. Bəli, Picasso'nun əsəri. Aha, belə başqa yadımda deyil. Çox deyəsən də şeylər. Hə, bir də Samirinin portreti, Anna Samirinin, Janna Samirinin portreti belə bir şey olmalı. Bəli, bəli, Renoir. Janna. Hə, Janna Samirinin portreti. Əla, əla. Sonra biz Benim o şəkil bir hardan yadımda qalıb. O bir teatr var. Hansı teatrda o? Keçmiş teatrımız var idi. O qızın şəklini göstərir. Deyir ki, o gəlinimiz buna oxşayır. Bəlkə müəllimlər bilər. Nə bilim, mən baxmamışam. Həmin portretdir o. Evləri köndələn yeri deyirsən yəqin. Bəli. O yadımda o. Aha. Deməli, ümumi sual verirəm. Göyərçinlə Natirmov kimin əsəridir? Ümumi sual, Göyərçinlə Natirmov, Günay müəllimə, Günay müəllimə. Aha, bəs Qızılgüllə Natirmov? Xamirin. Canlı Natirmov? Canlı Natirmov, Salvador Dali. Şamaxı örtü ilə Natirmov? Səhtar Bəhluzədə. Mavi fonda Natirmov? Böyükağa Mizəzədə. Əla. Təşəkkürlər müəllimə, çox sağ olun. Ümumi sual verim yenə fərqli. Köçəri quş kimin əsəridir? Köçəri quş. Baxaq görək. Niyə az müəllim iştirak edir sual cavabda? Zəkiyə müəllimə. Köçəri quş Xuan Miro. Humay quşu bəs? Humay quşu Mircavad olmalıdır, səhv eləmirəmsə. Aha. Quş yuvası? Bəs? Quş yuvası Henry Moore idi. Yox, o deyildi. Vallahi heç mən də bilmirəm kim idi, amma əsər yadımda qalıb. Dəqiq bilmirəm, heç mən də. Henry Moore'dur. Henry Moore'dur. Düz dedim. Yo, deyirəm əsərləri bilmirəm. İndi müəllimlərdən soruşduqca burada özüm deyirəm də, yəni səs bağı deyirəm, yox bilirmişəm. Quş yuvası var imiş. Müəllimə gözəl əsəri də var, quş yuvası da əsəri var. Bəli. Onlar qarışdırılmış. Yox, quş yuvasıdır, köçəri quşdur, humay quşudur. Bunların hamısını belə birləşdirmişəm testlərdə. Ola yadımda belə qalıb. Sonra başqa neyiniyək? Hansı sualları verək, maraqlı olsun. Yaşasın İstanbul kimin əsəridir? Sakit Məmmədov. Aha, axşamlar? Axşam biri var, Fərhad Xəllovda da var. Aha, Bakıda axşam? Bakıda axşam. Bunu bilmədim, yox. Fatimə müəllimə desin bunu. Bakıda axşam. Böyükağa Mirzəzadə. Bəli, bəs məxfi axşam? Salvador Dali. Aha, bəli. Yaxşı. Mirzəvat məxfi gecə. Bu məxfi axşam. Bayram axşamları Sakit Məmmədov. Bəli, bayram axşamları Sakit Məmmədov. Əla.
Deməli, Amma mən opsiyon Leonardo da Vinci-də də var. Var? Mən bilmirəm. bəli, bəli, O var. şey var. İndi burada yox. Piskadır. Məşhur əsəridir. Deməli, yaxşı, bəs belə sual verim. Neft mənzərəsi, neft daşlarında, neft mədənlərində müəllifləri kimdir Mən bunlar? deyim, mən. Bir dəqiqə deyəcəm kim desin. Bunlara bir dənə ümumi sual verirəm. Dəqiq kim deyəcək? Neft mənzərəsi, neft daşlarında, neft mədənlərində kimin əsəridir? Yox, ay müəllimə, mən hazırlamamışam. Aytən müəllimə, buyurun. Salam, axşamınız xeyirlə. Deməli, neft mənzərəsi Nəcəfqulu İsmayılovun, neft mədənlərində Böyükağa Mirzəcadənin, neft daşlarında Tahir Salahovun. Əla, bəli. Cavab versin, kim ümumi suala cavab verəcək? İndi bax, ümumi olaraq yenə soruşuram. Deyirəm ki, Gənc Aşıq, Saçalan Aşığın portreti, Aşıq Ələsgər kimin əsərləridir bunlar? Cavab versin. Hökmə müəllimə, buyurun. Saçalan Aşığın portreti Nəcəfqulu. Nəcəfqulu. Amirəsi yadıma çıxır. Aşıq Ələsgər Böyükağa Mirzəcadənindir. Bir hansı dediniz mənimlə? Gənc Aşıq. Gənc Aşıq Fuad Əbdürrəhmanov. Bəli. Deməli, Xəzərdə sübh çağı, Xəzər neftçiləri Xəzər üzərində. Nə deyirsən mənə? Bəli, sizə deyirəm. Xəzər üzərində Tahir Salahovundur. Xəzərdə sübh çağı. O deyirsən Böyükağa Mirzəcadənin. O da Tahir Salahovun. Biri hansıydı? Xəzər üzərində dediyi onu, Xəzər neftçiləri. Xəzər neftçiləri Böyükağa Mirzəcadənindir. Bəli. Yaxşı, bəs Yatmış qoca, yatmış Rüstəm, yatmış mələk kimin əsərləridir? Deməli, yatmış qoca, yatmış mələk. Saadət müəllimə cavab versin buna. Müəllimə, çox sağ olun siz. Canınız verir müəllimə. Yatmış qoca Fazil Nəcəfovundur. Üzümü dedim müəllimə. Yatmış mələk, yatmış mələk, düşmüş mələk dediyi Sakib Məmmədov. Yatmış mələk Toğruldur müəllimə. Düzmü dedim? Yatmış mələk. Düşmüş mələk Sakib Məmmədovdur. Bəli, yatmış mələk Toğruldur. Yatmış mələk də, yatmış mələk Sakitdir. Yatmış Rüstəm. Müəllimə, Sakib Məmmədov. Yatan Əsmər Toğrulun deməli, üzrlü soyad. Yatan Əsmər. Yatan Əsmər Toğrulundur. Yatmış Nərman Bəyovun, bəli, düşmüş mələk Sakib Məmmədov. Yatmış qoca Fazil Nəcəfov. Bəli, müəllimə. Deməli, Sakitin 2 dənə əsəri var idi burada. Yatmış mələk, küsmüş mələk. Bunlar ikisi də Sakitin əsərləridir. Yatan Əsmər də Toğrulundur. Əsmər Toğrul Nərman Bəyovmuş müəllimə. Küsmüş mələklə yatmış mələk ikisi də Sakib Məmmədov. Bəli. Deməli, ümumi Sən demişdiniz, müəllimə səhv etdi. Mən səhv demişdim. Yatmış demişdim, hə? Siz müəlliməsiz yatmış Rüstəm dediniz siz, yatmış Rüstəm. Yatmış Rüstəm, yatmış qoca, bir də yatmış mələk. Bunları dedim mən. Yatan Əsmər falan deməmişəm, düzdürmü? Yatmış Rüstəm kimin əsəri idi, ay müəllimə, Saadət müəllimə? Yatmış Rüstəm Sultan Məhəmmədin. Əla, bəli. Yaxşı, bəs ümumi sual verim ki, hansı rəssam idi ki, o bədii sərgilərin iştirakçısı, deməli, bədii sərgilərin iştirakçısı olmuşdu. Kuba, Hindistan, Polşa, Çexiya, Slovakiya, Almaniya, Fransa, İtaliya, Rusiya və ABŞ-da dəfələrlə fərdi sərgilər keçirilmişdi. Kim idi bu rəssam? Görək kimdir bu? Kim cavab vermək? Aysel Məmmədova, Musiqi Dünyası, buyurun. Bu Toğrul olmalıdır. Bəli. Bəs hansı rəssamdır ki, onun əsərləri hər biri opal daşının rəngarəngliyi və parıltısını bir-birinə bənzəmir? Sakib Məmmədov. Təşəkkürlər. Sevinc Musayeva müəllimə cavab versin, görək.
Hansı heykəltaraşdır ki, təsviri sənətdə etdiyi inqilab heykəllərin təməlini dəyişdirməsi hesab olunur? Şəkuri Davin. Necə? Müəllimə baxın. Heykəltaraş. Bir də deyin sualı. Hansı heykəltaraşdır ki, inqilab sözündən Jacques Davidə getməyək. Deyək ki, məsələn, heykəltaraş hansı idi ki, bu təsviri sənətdə etdiyi inqilab heykəllərin təməlinin dəyişdirilməsi hesab olunur. Giacometti. Bəli, bəli. Təşəkkürlər. Ümumi sual. Buyurun. Onun yaradıcılığı çox zəngindir. O, dünya təsviri sənət tarixində kubizmin yaradıcısı kimi daxil olsa da, kubizm onun yaradıcılığının dövrünün sadəcə 10 ilini təşkil edir. Həmail müəllimə, buyurun. Müəllimə Picasso-ydu. Bəli, Picasso-ydu. Təşəkkürlər. Müəllimə, bir də bir şey deyim. Əslində var ya, biz öyrənirik kubizmin yaradıcısı Picasso'dur, amma kubizmi Picasso yaratmayıb da. İkisi bir yerdə yaradıblar da. Ay, sağ ol, bəli. İkisi, yəni yaradıcılarından biridir də, yəni azından. Amma bu yəni sadəcə işləyib. O ilk işləyən rəssamlardan. Amma yaradıcısı o deyil də. Ümumiyyətlə bizim kitablarda o qədər çox yanlış məlumat var ki, istəyirəm müəllimə. İstəyirəm. Əslində elə orada da elə deyir də. Deyir, əslində yaradıcı kimi daxil olmuş kimi görsənsə də, yəni o mənaya da gəlir. Deyir, sadəcə 10 ilini təşkil edib. Yəni o 10 ilini deyir də müəllimə, tam demir ki, 10 ilini deyir. Məsələ də odur da, yəni deyir ki, yaradıcısı olsa da 10 il işləyib. Nə olsun ki, adam başqa bir şey yarada bilər, 10 il onda işləyib. Amma o yaratmayıb da, yəni yaradıcısı George-dir. Sadəcə işləyib. Mən sizə deyim ki, o biri rəssamdan, o George-dən daha çox işləyib kubizmdə çox əsəri var. Daha çox əsəri var da Picasso-nun. Aha, deməli deyir ki, rəng rəssam hansı rəssamdır ki, bu istedadını üzə çıxaran ilk əsəri Burlaqlar Volqada adlanır. Hamı da bildi bunu. Şəmsətinova, Nuranə müəllimə, buyurun. Axşamınız xeyir müəllimə. Bəli, İlya Repin. Bəli. Bəs yaxşı, hansı rəssamdır ki, o ilk dəfə əsasında onu bildiniz? O rahat suallar deyib olar. Deyən, heyvanlar aləmi dərindən müşahidə etməsi əsasında heykəltaraş həm də bacarıqlı animalist kimi çıxış edir. Bu kimdir, müəllimə? Müəllimə, mənə deyirsiniz? Bəli. Müəllimə, heyvanlar Fazil Nəcəfov idi da, onda var. Bəli, əla. Ümumi sual verirəm. O təsviri sənətdə çox abstrakt olan musiqiyə yaxınlaşdırmaq istəyirdi. Bu kimdir? O təsviri sənəti daha çox abstrakt olan musiqiyə yaxınlaşdırmaq istəyirdi. Cavab versin Aytac müəllimə. Kandinsky. Bəli. Vasili Kandinsky. Bəli. Bəs müəllimə, o kim idi ki, Azərbaycan nağılına, Koroğlu dastanına, Abdullah Şaiqin Qoç Polad, Nərgiz kitabına illüstrasiyalar çəkmişdi? Kim idi bu? Arif Hüseynov. Qoy. Tahir Salahov. Yox. Qəzənfər. Onda Qəzənfər Xalqov. Bəli, Qəzənfər. Deməli, 3 dənəsini bunu versələr. Amma o da yəni o şey var, nədir, illüstrasiyalar falan. Orada adam gedir Arif Hüseynova gəlib çıxırsan. Sonra Qəzənfər Xalqovla Tahir Salahov ikisi də nədir, Koroğlu filan çəkiblər axı. Hə, bu Nərgizdir, Qoç Poladdır. O da gedir. Qəzənfər. Amma yəni siz çaşdırıcı versiniz, amma testlərdə belə olmur da. Yəni onda adam test tapır. Hə, testlərdə var. Artistsizin qədər qəddar deyil. Tək elə olsun inşallah mən. Müəllimə, bu artidə baxıram ki, şəkillərin olan əsərlər yoxdur. Onlardan salmışdılar. Şəkilsiz əsərləri salmamışdılar. Yəqin ki, imtahanı da onlara salarlar. Mən elə gəlir. Çünki sınaqda da elə oldu. Sınaqda da elə necə çıxırsa... Yəni, mən belə dediyimə baxmayın. Müəllimə əslində çox yaxşı eləyir ki, yəni tam aydınlaşdıraq da. Həqiqətən testlərdə dövlətin qanunu var ki, yəni əməl edən olsa, yəni çaşdırıcı olmamalıdır hədsiz dərəcədə. Amma yəni müəllimə belə deyir ki, biz daha yaxşı yadımızda qalsın. Müəllimlər, Ülkər müəllimə, sizin ən axırıncıdan birini sonra qabaq göndərdiyiniz çətin test var idi. Müəllimə, Allah and olsun, deməli o testi eləmişəm, mən nətər yuxu tutubsa, başım nə qədər şür, bir də görürəm ki, siz mənə danışa bilmirəm, siz mənim yanıma gəlirsiniz, yemək gətirsiniz. Allaha and olsun, gözüm açmışım, deyirəm, ay Allah.
Bu nə yuxuydu gördün? Müəllimə, o test bizim qara yuxumuzdur, qorxulu yuxumuz. Amma müəllimə Səbət müəllimi. O çox dənə yazmışdım. Yox, narahat olmayın. Baxın, indi görəcəksiniz. Burada mənlə daimi kontaktda olan var, müəllim var. Necə daimi kontaktda? Mən sözün əsl mənasında eləyir də, rahat buraxmır. Mənə də əslində belə tələbə lazımdır. Mənə sınaq atın, bu testi eləyim, başqa hansı testi eləyim, nə eləyim? Axır bu günləri başqa sınağa da yönləndirmişəm. 60 yığıb o sınaqdan, mənim axırıncı sınağımdan da indi bu göndərəcəyim sınaqda 50 yığıb. İnşallah mən ondan əgər o imtahanda 50 görməsəm, 60 görməsəm, yəni 50 heç olmasa ixtisasımdan yığsın, indi o birinlərdən də yazacaq ki, yəqin ki, 51-i keçəcək. Yəni çox burada müəllim var ki, ən azı minimum 10 müəllimdən çoxunun ixtisasını mən 50 gözləyirəm. Siz bir də demişdim ki, hələ imtahana yaxın bu sözləri deyəcəm ki, elə müəllim var, deyir ki, imtahanda bu düşməz, bu qədər rahat sual düşməz, özünlə panik, rahat sual düşür. Bir 10 dənə rahat sual olacaq, çox rahat olacaq 10 dənəsi. 20 dənəsi orta olacaq. Onu 5-i biraz çətin, 5-in lap çətin eləyə bilərlər də. Yəni biraz düşündürücü, çətin demirəm, amma düşündürücü biraz xırdalıq olan. Yəni tapa bilməyəcəyiniz bir şey yoxdur. Sadə suallar olur ki, məsələn, batika mövzusundan sadə sual olur, amma onu dolayı yolla gəlib soruşa bilərlər sizdən. O sizi çaşdırmasın. Yəni imtahanda ay niyə bu qədər asan oldu deyib panikaya qapılıb götürüb səhv suallar vururlar. Bir də sakın birinci seçdiyinizi sonradan dəyişdirməyin. O heç birinci seçmisi sonradan baxırsınız ki, diqqətsizlikdən səhv eləmişəm, bunu yox, bunu götürməm. O ayrı bir şeydir. Bir də var ki, dəyişirsən sualı konkret. Bu səhvdir də, yəni konkret. Bu düzgün bir şey deyil. Əvvəl götürdüyü, sonradan dəyişmək, eləməyin bir şeyləri. Üstündən gedin, baxın, yenidən əgər vaxtınız qalıbsa. Həqiqətən deyirəm, bu çox önəmlidir. Yəni imtahan vaxtı beyni çox yükləməmək, rahat olmaq, stressdən uzaq olmaq. Müəllimlər var, ağlaya-ağlaya səs atıblar. Ay müəllim, bu nə sınaqdır, başa dönüm. Belə oldum, lap nə bilim düşdüm həvəsdən falan. Bu belə şeydə lazım deyil. İnanın ki, məsələn mən özüm imtahana hazırlaşmışam da. İmtahana girib heç bir-iki dənə səhvim olanda onda pis olurdum ki, mən də nə oldu ki, mən zəif nöqtələrimi bilmədim. Bunlar idi. 100% ki, mən bilmədiyim yer var. Sadəcə bilmədim onu nədir. Səhvlərin üzərində işləyin, daha da tez oldu da. Yəni ki, sınaqdır da, adı üstündə. Sınaq elədim özümü və burada zəifliyim var, gedim bunu öyrənim. Burada nə problem var ki? Sadəcə müəllimlər elə düşünür ki, buradan mən bunu yığmışamsa, hələ orada da elə yığacam 100%. O elə deyil. Baxırsınız, incəliyirsiniz ki, diqqətsizlikdən eləyən səhv. Düzdür, indi mənim bir-iki dənə testim var, adamın əsəbi ilə oynayır. O düzdür, arada gətirib mən öz testlərimi təsəvvür edeyim, mən özümü elədim. Eləsəm əgər, beynim yanacaq da. Məsələn, adi bu bizim sınaq kitab çıxartmışıq axı. Təəssüflər olsun ki, o sınaqda elə bir şey oldu ki, cavab kartları düz gəlmədi bir-birindən və biz oturduq həmin o testləri işləmək məcburiyyətində qaldıq ki, yenidən cavab kartları çıxaraq. Mən əməli başda ağlayırdım o sualların içində ki, bu nədir, cəmaət məni söyəcək, belə sual olmaz. Belə şey olmaz, yəni o dərəcədə. Yəni həqiqətən də biraz 2023, 24 və 25-ci illərdə, 23-cü ildən başlamışdım belə sınaqlara, 23, 24, 25, 26, 4 ildir ki, mən bu qəliz testlərin üzərində işləyirəm. İndi bu ildir biraz asanlaşıb bizim işimiz. Süni intellekt bizə kömək edir, onları yazmaqda, düzəltməkdə, kopyalamaqda da bir-bir özümüz üçün yazmırıq da. Yəni bir dəfəlik yazır biz üçün, biz ora köçürdürük. Sadəcə deyirik ki, bu cür testlər işləmək istəyirəm, bu cür test yaratmaq istəyirəm. Deyirik onlara, onlar da bizə kömək edir. Həqiqətən də bu çox üstünlük oldu. Amma 23-24-də laf əziyyət çəkirdim də, mən onları bir yerə toplamaqda. Mən ümumiyyətlə mövzuları görürsünüz ki, belə deyim də, əsərlər var ki, orada bir-birinə oxşardır. Bilirəm ki, müəllim bunları qarışdırır. Və yaxud da ki, bir dənə test yaratmışdım ki, o tarixi dəyərlərin ortaq cəhətləri var idi. Bir dənə test var idi, atmışdım da sınağa. Hamı oradan əziyyət çəkmişdi. Deməli, hansıdır o test? Soruşur ki, burada bədii və tarixi dəyərlərin cəmləşdiyi heyətdaşı nümunələrinin xas olan bir cəhət. 6-cı sinifdə idi. Eyni zamanda bəşəriyyətin inkişaf dövründə yaranan ornamentləri birləşdirən əsas cəhət. Baxın, bunları mən birləşdirmişəm bir-birinə. Həmin o kitabdan bir cümlədir. Burada nədir sizi yoran? Sadəcə olaraq elə bir 3-4 dənə sualın bir yerdə soruşulması da əslində sizi yoran. Yoxsa çətin bir şey yoxdur da. Bu sizin beyninizi belə fikirləşir. Elə bir ki, bir dənə sual düşüb sizə.
konkret soruşur ki, bədii və tarixi dəyərlərin cəmləşdiyi heykəltaraşlıq nümunəsi hansıdır? Bax nədir? Bax sual verirəm. İndi bir dəqiqə sual verirəm. Nədir bu? Kim cavab verəcək buna? Heç kim cavab vermir. Bax işləmisiniz bunu. Konkret bir dənə sualdır. Olmasa sualı. Bax sual verirəm ki, bədii və tarixi dəyərlərin cəmləşdiyi heykəltaraşlıq nümunələrinə xas olan əsas cəhət nədir? Bax bu sual olaraq düşməzmi? Konkret bir cavabdır da, yəni bu oradan. Müəllimə, insanın dinamikası bir də mənəvi obrazının yaradılmasıdır. Həyatın dinamikliyini insanın mənəvi obrazını yarada bilməsidir. O əsas cəhət. Bəs bəşəriyyətin ilkin inkişaf dövründə yaranan ornamentləri birləşdirən əsas cəhət nə idi? Yəni estetik sözündən yadımda saxlamışam mən də onu. Estetik dinamikliyi idi, belə bir şey idi, dekorativ. Nəysə. Deməli, baxın bu sualdır da 6-cı sinifdən hər bir yerindən düşə bilər. Deməli, bəşəriyyətin ilkin inkişaf dövründə yaranan ornamentləri birləşdirən əsas cəhət nə oldu? Rəngarəngliyi, estetik və emosional xüsusiyyətlərə malik olması olacaq bunun. Yəni burada da bir neçə elə bir variant vermişəm. Onlara uyğunlaşdıracaqsınız. Amma iminli o sualı bir neçə müəllim göndərdi ki, müəllim bunu başa düşmədim, bunu təzədən başa salın. Nə bilim valla. Yəni uyğunlaşdırmaq lazımdır. Məsləhətsə biraz o 9-cu sinifin axırından sual cavab eləyərdiniz də. Karikatura, şar, kino, animasiya, biz oralarda. Sizin dediyiniz səhifə 38-dədir, 6-cı sinifdə. Müəllimələr də baxar. Necə? Səhifə 38, 6-cı sinif. Hə, o bədii tarixi dəyərlərin cəmləşdiyi o heykəllər var, heykəltaraşlıq. Bax, müəllimələr ona hazırlaşaq. 5 dənə sual elə suallar olacaq. Yəni 6-cı sinifdən bu sual çox düşmüşdü, düzdürmü? Hə, sizin dediyiniz... Bəli, 6-cı sinifdən çox idi, miqdə də çox idi 6-cı sinifdə. Deməli, müəllimlər nə dedi? Dedi ki, axırıncı siniflərdən sual verin. Sual verin. Hansı ki bu... 9-cu siniflərdən dedi müəllimə. Şarjdan, kinodan, bunlardan. Dünən getdik yenə də üstündən. Müəllim, siz əziyyət çəkirsiniz, hansı mövzulardan ən çox nəyi qarışdırırsınız, onu deyin mənə. Ayda müəllimə dedi, kim dedi? Hə, müəllimə mən dedim, Ayda müəllimə dedim. Müəllimə biz də Fərhad Xəlilovdan da sual cavab eləyərdik, nə bilim, vaxt varsa. Çünki bu il ondan çox düşəcəkdir sual. Nəcəb? Onun nəsə yubileyi... 90 yaşı. Hə, ola bilər, yaxşı. Fərhad Xəlilov. Bir də televiziyanın neçə ildir yubileydi. Nə bilim, onu nəzərə alarlar. Yaxşı, Fərhad Xəlilovun belə soruşum. Yaradıcılığının təməli nə hesab olunur? Fərhad Xəlilovun. Öbərdən düş. Həmail müəllimə. Buyurun. Bəli, müəllimə, bu öz bənzərləri ilə daxil olmuşdu. Bəs Abşeronun həsr olmuş əsərlərinə nəyi müasir ümumiləşdirilmiş yozumu verilir? Mənə verirsiniz, müəllimə? Bəli. Ümumiləşdirilmiş yozumu... Ramidə müəllimə. Müəllimə, əlim qalıb orada, yoxsa deyil? Hə, əlin orada qalıb, yaxşı. Hə, heç bir şey. Fərhad Xəlilovdan kim demişdi ki, sual verin? İndi cavab verin, zəhmət olmasın. Deyirəm ki, Fərhad Xəlilovun Abşerona həsr olunmuş əsərlərində nəyin ümumiləşdirilmiş yozumu verilir? Deyim, müəllimə, mən. olan təəssüratdır. Həyat eşqi ilə dolu olmaq, ondan sonra rəng və məkanın ritmi. Bəli. Rəng və məkanın ritm və hərəkətin müasir ümumiləşdirilmiş yozumu verilir. Bəli. Deməli, ümumiyyətlə, bax bu suallar düşə bilər. Bəli, Fərhad Xəlilovda xırdalıq biraz çoxdur. Rəngdən istifadə edərkən nəyə çalışırdı bu Fərhad Xəlilov? Rəngdən istifadə edərkən nəyə çalışırdı? Təkrarlanmaması, rəngin təkrarlanmamasını. Düz deyirəm. Rəng naturanı təkrarlamasın. Yəni çalışırdı ki, rəng naturanı təkrarlamasın. Əksinə neynəsin? Onun psixoloji nəsə belə bir şey var idi. Əksinə psixoloji dərin bədii anlam kəsb etsin. Bəli. Hə, yəni səsləri bağlayaq, qarışıqlıq olmasın.
Deməli, ümumi sual verirəm ki, Fərhad Xəlilovun əsərlərinin ölçüsünün böyük olması nəyin nəticəsi idi? Ölçüsünün böyük olması nəyin nəticəsi idi? Sevinç Musayeva, Sevinç müəllimə, buyurun. Müəllimə, orada o Abşeronun obrazının, panoramının böyüklüyüdür də, yəni orada onun çox cəhətli obrazın, panoramını göstərmişdi, yəni genişliyini. Əsərlərinin ölçüsündə. Bəli, yaxşı. Bəs ümumiyyətlə onun ümumi sual verirəm ki, yaradıcılığın neçə mərhələyə bölünür? Birinci, ikinci mərhələlər nə idi? Nələr var idi burada, onu deyin. Fatimə müəllimə, buyurun. Yəni birinci mərhələsi doğma landşafla əlaqəli idi. İkinci mərhələsi öz əvvəlki duyğu ilə əlaqəli idi. 1970-ci illərdə başlamışdı. Aha, bəli, təşəkkürlər müəllimə. Ümumi sual verirəm ki, onun sənətində olan simvolika necə əks olunur? Düşündürücü forma üslublarında. Nə bilim, bu düşər, düşməz, bilmirəm. Ümumi sual verirəm. Əsərlərində təsvir necə qurulmuşdu? Bu, bəlkə də bu düşə bilər. Yəni, Fərhad Xəlilovun əsərlərində təsvir necə qurulmuşdu? Və bu sual düşər. Kim cavab verəcək 73 nəfərdən? Bu qədər. Yaxşı. Pərvanə müəllimə, buyurun. Müəllimə, belə yadımda qalıb. Məqsəd dərinliyə doğru göstərilir. Bəli, təsvir daha çox frontal olmaqla dərinliyə doğru açılır. Bəli. Belə yadımda qalıb. Bəli, təşəkkürlər. Yaxşı, deyir ki, Fərhad Xəlilov neynirdi? Obrazın səciyyəsini necə təqdim edirdi? Ümumi sual. Fərhad Xəlilov obrazın səciyyəsini necə təqdim edirdi? Leyla Əhədova müəllimə, buyurun. Bəli, müəllimə. Müəllimə, onu başa düşürəm ki, abstrakt idi, abstrakt formasında yaradırdı obrazları. Sonra nə biləm, yəni ki, ancaq abstrakt kimi yadımda saxlamışam. Məsələn, müəllimə dedi dərinliyi, məsələn, onun işıq əsərin yadımda qalıb ki, yəni dərinlik o mənadaydı, abstrakt formasında. Əslində, baxanda başa düşmürük, amma yəni ancaq rəssam özü izah eləməlidir də. Obrazları ilə bilirəm. Obrazın səciyyəsini necə təqdim edir? Bu konkret bir kitabda belə yazılıb. Kitabda necə yazılıb? Leyla Hüseyn müəllimə desin onda. Müəllimə, təşəkkürlər. Fəlsəfi etiklə belə bir şey olmalıdır. Obrazın səciyyəsini süni detallardan qaçaraq inandırıcı dolğunluqla təqdim edir. Konkret belə yazılıb kitabda. Götürüb belə də qoya bilərlər də, yəni. Çünki cümlə sala bilirlər. Deməli, ümumi sual verirəm. Yetkin yaradıcılığı nə vaxtdan başlayır onun? Yetkin yaradıcılığı. Oy, 4 nəfər. Günay müəllimə. 1970-ci ildən başlayır. Bəli, yaxşı. Deməli, üslub texnikası əsərlər mövzusu nə idi onun müəllimə? Günay müəllimə. Abstraksionizm, rəngkarlıq üslub texnikası idi. Mövzusu portret idi, mənzərə var idi, portret, rəngkarlıq. Bəli. Ümumi sual verirəm ki, hansı rəssamın üslub texnikasında tənqidi realizm var idi? Aysel Qarayeva müəllimə. Buyurun. Fransiska Goya'dır, səhv etmirəmsə. Bəli. Bəs hansı rəssamda üslub texnika ampir ilə fərqlənir? Ümumi sual verirəm. Hansı rəssamdır ki, ampir ilə fərqlənir? Hansı rəssamda akademizmlə fərqlənir? Hansı rəssamdır ki, litografiya ilə fərqlənir? Hansı rəssamdır Olfordla fərqlənir? Hansı rəssamdır barokko ilə fərqlənir? Hansı rəssamdır ki, İspan barokkosu ilə fərqlənir? Deyin. Mən deyə bilərəm, müəllimə. Deyin, müəllimə, buyurun. Yəni, İspan barokkosu Velázquezdir, barokko Caravaggio'dur, litografiya Rasim Babayevdir,
Sonra hansını soruşdunuz? Oford. Oford Rembrandt'da. Ampir. David'dir. Deməli, akademizmdə Engel'idir. Rejissor. Rejissor Salvador Dali'dir. Teatr rəssamı da Pablo Picasso'dur. Əla. Dekupaj. Henri Matisse. Aha. Yaxşı. Sonra başqa nə var idi orada? Digərlər. Formalizmdə Alberto Giacometti idi, onda fərqlənir. Bəli. Sonra incəsənət nəzəriyyəsi, dünya avangardının lideri. Bəli, dünya avangardının lideri Naum Gabodur. Təsvir sənət nəzəriyyəçisi Vasili Kandinsky'dir. İncəsənət nəzəriyyəçisi Paul Klee, Naum Gabodur. Bəs hansı rəssamlar idi ki, bu adı nə idi? Vitse-prezidenti idi, bu Sankt-Peterburg. Hə, vitse-prezidenti deməli Grigor Gagarindir, bir də Vasili Kandinsky'dir. Əla. Yaxşı. Çox qəşəng. Bu deyə də bilmirəm, indi mən sizdən soruşum, amma özüm deyə bilmirəm. Bu hansı emalatxanalarda təhsil almışdı bu? Michelangelo idi, Rafael idi və Da Vinci idi. Əsas o ki, siz deyə biləsiniz, mən deyə bilmirəm. Hə, bilmirsiniz. Mənim demək Leonardo da Vinci, elə mən də hərflərlə deyəcəm. Del Veracco'dur, Andrea Veracco bu şeydir, Da Vinci'dir. Timoteo Rafael Santi'dir. Sonra hansını dediniz? Girlando qaldı. Girlando da Michelangelo'dur. Domenico Girlando. Bəli, o da Michelangelo'dur. Miklə. Hə, əla. Sonra hansılar qaldı belə həssas yerlər? Realizm nədir? Mənim Rembrandt'dır. Caravaggio'dur, Velázquez'dir, bir də İlya Repin'dir. O dördündə realizm var. Aha, əla. Aidə müəllimə, karikaturanı şarjdan fərqləndirən cəhət nə idi? Karikatura ifşa eləyirdi. Nəysə ki, şişirdirdi, da ictimaiyyətə çatdırmaq istəyirdi. Ancaq şarj simanın üzündə elə bir şişirdirilməsi idi, artırması idi. Aha, və şarjda karikaturadan fərqli olaraq nə var idi? Əsasında nə dururdu və nəyi tələb etmirdi? O bilmədim də müəllimə, biraz oralarda çaşıram. Niyə bəs onun testlərini işləmişsiniz müəllimə sonlu? Bax, bu günləri sizə orada... Şimdi müəllimə ayır verirəm, belə sual verəndə çaş-baş qalıram. Testi ayırt edə bilirsinizsə, nə gözəl, nə gərək var ki, bu sualı özünüzü belə çaşdırmağa. Deməli, şarj nə oldu? Dedik axı dünənləri baxdıqda bu suallar verilmişdi. Dedik ki... Mən iştirak eləməmişdim, biraz elə bir az iştirak elədim. Baxmadınız, bəs sonradan görüntüyə. Şarjın əsasında portret durur, sujet tələb etmir. Amma o biri karikatura sujet tələb edir eyni zamanda. Kino kompozisiya sənətini nə təşkil edir? Kim onu dedi? Bu suallar elə bilirəm düşə bilər. Kino kompozisiya sənətini nə təşkil edir? Kino kompozisiya. Leyla Hüseyin müəllimə buyursun, zəhmət olmasa. Leyla Hüseyin müəllimə. Bəli, müəllimə, eşidirəm. Kino kompozisiya sənətini nə təşkil edir? Kino kompozisiyanın əsasını məkan, plan... Yox, kino kompozisiya sənətini nə təşkil edir? Kim deyəcək tam olaraq bunu? Mən deyim, dünən də verilmişdi bu sual. Deyə bilərəm, müəllimə. Şəhanə müəllimə desin. Şəhanə müəllimə. Baxa, əl qaldırıb Şəhanə müəllimə. Sağ ol müəllim, axşamınız xeyir olsun. Demək, təsvir idi, nitq idi, bir də musiqi idi. Bəli, bir obrazda, vahid bir obrazda birləşdirməyə kino kompozisiya sənətini təşkil edir. Əla. Baxın, bir dənə bir şey deyim sizə. Bu dünənki sınavda var idi. Deyir ki, bunlar bir neçə dənə müəllim göndərib mənə bunu başa düşməmişəm deyə. Deyir, bir şagird foto çəkib, portret sayılmırdı. Çünki onun fonunda bir çox insan var idi. Bu vəziyyətdə hansı səbəb fotoşəkilin portret olmamasına əsasdır? Hansı vəziyyət? Nə vəziyyətdir ki, deyir, fotoşəklin portret olmamasına əsas idi. Götürüblər, portretdə yalnız bir insan olmalı idi. Bu o demək deyil, yəni ki,
Portretdə yalnız bir insan olsun və bu onun portret olmamasına əsas olsun. Bu əslində onun portret olmasına əsasdır, olmamasına yox. Deməli, fotoşəkil deyir, sayılmırdı. Ümumiyyətlə, belə sual verim ki, hansı halda fotoşəkil portret sayılır? Kim cavab verəcək ona bir dənə zəhmət? Fotoşəkil hansı halda portret sayılır? Tərlan müəllimə, buyurun. Müəllimə, belə yadımda qalıb ki, deyəsən arxa fon sadə olanda, mən elə götürmüşdüm, arxa fon qarışıq, dəqiq yadımda deyil, bəli, o işləmişdim o testi. Arxa fon sadə olanda, bir rəng olanda fotoşəkil sayılır, düzdürmü bilmirəm. Bəli. Deyir ki, yəni bu fotoşəkil deyir sayılmırdı, çünki onun fonunda bir çox insan var idi. Bu vəziyyətdə... Bəli, onu götürmüşdüm, mən bəli, yadıma gəldi. Yəni, arxa fon portreti kölgədə qoymuşdu. Kölgədə qoyduğuna görə bu onun portret olmamasına əsas idi. Sadəcə olaraq, neyinirik biz tam olaraq, əslində bizə çatsa, şərtdə bizdən nə istəyir? Onu mütləqdir ki, düz vuracaq. Sadəcə bizə çatmadığına görə şərti müəyyən etməmiş keçirik variantları və bu bizim səhvimiz olur. Bax, bunu bir dənə diqqət eləyin. Baxın, bir dənə də başqa sual var ki, yazılıb ki, qurumuş rəngin üzərinə yeni rəngin yaxılması nə nəticə verir? Götürüblər, bu lesirovka texnikası tətbiq edilir. Belə şey götürüblər. Yəni, bu sizdən soruşmur ki, bu hansı texnika burada tətbiq edilir? Siz, baxın, bir şey deyim sizə. Bir neçə dənə yerdə var idi, bu suallar belə vermişdim. 2 dənə şərt qoyuram da ora mən. 2 dənə cavab qoyuram. Yazırlar ki, ay sağ ol, bu rəngi dolğunlaşdırır. Bu onun cavabı deyil. Bu, bəli, qurumuş rəng təbəqəsi üzərinə yeni rəngin yaxılması nə olur? Lesirovka olur, düzdür. Mən belə sual versəm, onu götürəcəksiniz. Orada rəngin dolğunlaşması sözü də olsa, yenə də siz lesirovka götürməlisiniz. Amma mən o sualı vermərəm axı. Deyirəm, bu nə nəticə verir? Nə ilə nəticələnir? Nəticəsini soruşuram, deməli, siz nəticəyə yönəlir. Həmin o sualın cavabını verməlisiniz. Elə yazılmışdı. Bəli, müəllimlər bir neçəsi narazılıq edir ki, yox, belə düzgün deyil. Belə tez qurumurlar. Belə də bildirənlər var ki, belə tez qurumurlar. Çünki bunun ikisi də uyğun gəlir. Xeyr, ikisi də uyğun gəlmir buna. Kitabda da yazılmışdı. Bəli, özü də ki... Kanalın şərtində, şərtinə fikir versək ki, o başqa şeydir axı. Lesirovkada tamam başqa şərt qoyursunuz siz. Burada tamam başqa. Bəli, eyni zamanda... Bir şey söyləyeyim. Fərhad Xəlilovun səhər imtahanında bir dənə hekayə kimi əsərlərini yazmışam. Oxuyum, bəlkə müəllimlərə bir nəsə səhər düşə bilər də əsər. Oxuyum, deyim müəllimə, yoxsa yox. Bəli, buyurun. Fərhad Xəlilovun əsərləri 1984-cü ilin yazı idi. Fərhad Xəlilov Göradildə çiçəklənən badam ağacının altında öz xatirələri ilə bağlı görüş keçirir. Bura öz sənət yoldaşlarını da dəvət edir. Görüş çox maraqlı keçir. Fərhad Xəlilovun əsərləri burada geniş müzakirə olunur. Fərhad Xəlilovun dostlarından biri deyir ki, burada axşamlar çox mənzərəli olur. Solan günəşin işıqları sanki bir mənzərəni xatırladır. Hamısı burada var idi əsərləri. Allah müəllimə, təşəkkürlər. Çox sağ olun. Yenidən. Sağ olun müəllimə, sağ olun. Yəqin ki, kömək olacaq. Məndə çox hekayələr, müəllimə, çox hekayələrdə mən eləmişəm ki, yadımda qalmaq üçün. Siz Seyfqasiya qrupunda varsınız. Müzakirə qrupunda varsınızsa göndərərsiniz ora, müəllimlər də faydalansın. Hər birindən varsa sizdə. Göndərərlər. Bir də bir şey deyəcəkdim, nəsə deyəcəkdim. Hayda. Neysə, unutdum onu deməyi. Yəni, yenə də yadıma düşsə ataram səs. İnşallah yekunlaşırıq. Siz yəqin ki, yekunlaşdırmayacaqsınız, davamlı oxuyacaqsınız. Bəzi müəllimlər əslində həmişə də demişəm, biz o vaxtı hazırlaşanda da ümumiyyətlə oxumurduq bir gün ki, beynimiz sakitləşsin, biz həmişə belə deyirdilər. Amma özün əgər belə rahat hiss edirsinizsə, oxuya da bilərsiniz. Çünki mən 23-də kurikulum suallarını telefonumu əlimdən alana qədər hələ mən videolara baxa-baxa girmişəm də imtahana və çox gözəl də nəticə verib. Düzdür, 13 dənə vurmuşam, 7 dənə səhvim çıxmışdı. Yəni, siz də hər ehtimal elə eləyə bilərsiniz, harada zəifliyiniz varsa son ana qədər də oxuya da bilərsiniz. Amma çox beyin yükləyən müəllimlər uzaq dursalar daha yaxşı olar, biraz istirahət eləsinlər.
İnşallah hər birinizə uğurlar. Sentyabrdan bəri bizlə gələn müəllimlər var Səhər burada. sizi yaxşı xəbərlərlə inşallah sevindirərik. Sağ olun. İnşallah inanın ki, sizin qədər mən həyəcanlıyam. O qədər belə o şeyi yaşayıram da mən. Hansı ki 20-ci ildə bir dəfə olmuşam imtahanda, bir də 23-də olmuşam. 20-ci il yox, heç həyəcanım yox idi. Amma 23-də həyəcanı o qədər çox keçirirdim ki, çünki artıq mən işləyən bir müəllim idim. Mənim üçün aşağı nəticə toplamaq çox bərbad bir şey idi də. O qədər özümü belə yatmamışdım həmin günü. Çox belə başım ağrıya-ağrıya getmişdim imtahana ki, mən o həyəcanım var idi də məndə ki, birdən olmadı, belə oldu belə də. Mən çünki 90 plus gözləyirdim. Əşə nəticəm aşağı olsaydı çox pis olacaqdım. İnşallah siz də bilirəm ki, o vəziyyətdəsiz. Amma heç bir həyəcana əsas yoxdur. Çünki zaten biz əziyyət çəkmişik. Heç kimin əziyyəti yerdə qalmayacaq. Mən buna həmişə inanmışam, inanıram. Siz də hər biriniz haqqınızı helal edin. Siz də əziyyət çəkmişsiniz bizdən neçə vaxtı. Allah əziyyətinizi itirməsin. Sizin də bizim də. Mən deyərdim ki, bunu həqiqətən mən nətər demək, bu düzdür. Sizin kimi öz müəllimlərin üzərində əziyyət çəkən yeganə Ülker Sultanova müəllimədir. Çox sağ olun. Çox sağ olun. Ümumiyyətlə hər bir müəllim. Mən də söz istəmək istəyirəm. Sabah hamımız imtahana əvvəla axşamınız xeyir hər birinizin. Sabah hamımıza uğurlu, xeyirli olsun. Ülker müəllim, haqqınızı halal edin. Yəqin ki, sabah hər kəs üçün yaxşı olar. İnşallah müəllimə xüsusilə siz başda olmaqla və çalışan hər bir müəllim başda olmaqla hər kəsə uğur arzu edirəm. Amma inanın ki, əziyyət çəkən hər kəs, mən bilirəm ki, əziyyət hamı çəkib burada. Yəni yuxusuz gecələr olub, testlərin üzərində. Azan çəkilir, azan səsinin altında dedim. Allah hər kəsə, hər bir kəsə kömək olsun. İnşallah. Mütləq dediyim kimi, ayət kürsünü də oxuyun. Mütləq baxın, o duanın mən sizə deyim ki, çox qəşəng bir xeyri var ki, əgər ürəkdən inanırsınızsa, əgər elə şeyə, bunu oxuyun. İmtahanda da, başlayanda da əvvəl kompüterin arxasına oxuyun, sonra başlayın, yaxşı olacaq. Əgər vaxtınız olsa, günorta bir dənə link atarsınız da nə olar? Necə? Sabah əgər vaxtınız olsa, bir dənə günorta link atarsınız da. Hə, imtahandan sonra? Hə, nə olar? İnşallah, inşallah, hə. Mənim yoxdur, amma yeni sınaq var. Yeni sınaq, hə, göndərəcəm inşallah bu gün də göndərəcəm və son olaraq nə nəticə toplayın, mənə göndərərsiniz inşallah ki, və yenə də deyirəm, o ümidsizliyə falan qapılmayın, hər şey əla olacaq, hər şey gözəl və hətta səhvlərinizdən belə deyin ki, şükür bu səhvi indi burada elədim ki, də orada imtahanda düşsə etməyəcəm. Bax, bu cür fikirləşin, motivasiyadan qəti şəkildə düşməyin, uğur olsun hər birinizə, öpürəm hər kəsi. Sağ olun. Çok sağ olun. Sağ olun.